Salam aleyküm. Oruç tuta bilməyənlər nə etməlidir? Aleyküm salam. Oruç tuta bilməmək, yəni iki cürə səbəbdən ola bilər. Bir var ki, etinasız yanaşasan, bir də var ki, Allahın o Qurani-Kərimdə Bəqərə surəsinin 184-cü ayəsində buyurduğu şərtlər ortaya çıxarsa. Və Ramazan ayı gələndə bəzən insanlar görsən Ramazan ayının yəni aclığından qorxurlar, amma insan hətta bir müqayisə eləsin belə bir adi halda ac qalmağı, bir də məsələn Ramazan ayında ac qalmağı və Allah insana həqiqətən elə bir dözüm verir ki, o Ramazan ayının bütün çətinliklərini insanın üstündən götürür və o insanlar ki, oruç tuta bilmirlər, onların vəzifəsini Mütəallə Allah Qurani-Kərimdə açıq-aşkar ayədə izah etmişdir və Bəqərə 184-cü ayəsində Allah buyurur ki, müəyyən olunmuş bir neçə gündə, yəni Ramazan ayının 30 gün ərzində bu ayın orucunu tutmalısınız. Sizlərdən hər kəs xəstə olsa, yaxud səfərə getsə, o günlərin sayı qədər, yəni Ramazan ayından sonra oruç tutsun. Yəni orucu çox ağır, zəhmət və məşəqqətlə tutanlar, ağır xəstələr, qocalar, hamilə qadınlar, əgər məsələn onun hamilə qadın əgər ac qalmağı, uşağa ziyanı varsa tutmamalıdır, yox əgər ziyanı yoxdursa tuta bilər və uşağa süd verən analar hər günün əvəzində ac bir şəxsə, yəni onu doyura biləcək qədər taam versinlər. Hər kəs öz yaxşı əməlini artırsa, birdən artıq ac adama taam versə, onun üçün daha yaxşıdır. Oruç tutmaq üçün hər işdən ruhun səfası və bədənin sağlamlığı üçün daha yaxşı olacaqdır. Əgər bu əməlin sonsuz faydalarını bilsəniz. Yox, əgər bunları elə bilmirsinizsə, inşallah sağalandan sonra və yaxud səfərdən qayıdandan sonra inşallah həmin günlərin sayı qədər oruc tutmalısınız. Səfərin də hökmü odur ki, əgər bir insan səfəri 10 gündən azdırsa, getdiyi yerdə orucunu iftar eləməlidir. Yox, əgər 10 gündən çoxdursa, onda namaz da bütövdür və onun orucu da öz yerindədir. Allah edilən ibadətləri, edilən duaları, tutulan orucları öz dərgahında al dərəcədə qəbul eləsin inşallah.